gecə-gündüz öz əzəli torpaqlarımızı düşmənin tapdağından çıxartmaq üçün çalışmışıq, vuruşmuşuq, müharibədə qələbə qazanmışıq. Düzdür, İkinci Qarabağ müharibəsi zamanı tam işğala son qoymasaq da heç vaxt şübhə etmirdik ki, tezliklə Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran, Kərkicahan və bütün digər o hələ işğal altında olan qəsəbə və şəhərlər azad olunacaq. Və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində 2 il bundan əvvəl işğala tam son qoyduq, suverenliyimizi bərpa etdik, işğalçıları torpaqlarımızdan əbədi qovduq və bugün sülh içində yaşayırıq və bu elə bir şərəfli tarixdir ki, əminəm ki, bugünkü nəsil, bundan sonraki nəsillər əbədi olaraq bu şərəfli tarixlə fəxr edəcəklər. Yəni, sizin buraya qayıtmağınız bir də göstərir ki, ədalət var, sadəcə olaraq onu təmin etmək lazımdır.